Təsəvvür edin ki, qəssabdan təzə ət alırsınız. Amma o ətin haradan gəldiyini bilsəniz, ömürlük travma alarsınız. Bu, Hannover qəssabı Fritz Harmanın real hekayəsidir. O sadəcə bir qatil değildi. Harman 24-dən çox gənci öldürəndən sonra onların ətini bazarda donuz əti adı ilə insanlara satırdı. Amma ən dəhşətlisi bu deyil. Ən qorxulu məqam odur ki, Harman bu cinayətləri törədərkən əslində polisin rəsmi məlumatçısı idi. Bəli, polis onu qoruyurdu. O isə qurbanların boğazını dişləyərək öldürürdü. Buna görə də ona Hannover vampiri deyirdilər. Bəs bu vəhşilik necə üzə çıxdı? Çaydan tapılan yüzlərlə insan sümüyü kimə aid idi? Və Harmanın məhkəmədəki son sözləri bütün Almaniyanı necə şoka saldı? Bu qanlı tarixin bütün tükürpərdici detallarını, arxiv görüntülərini və gizli qalmış faktları indicə YouTube kanalımda paylaşdım. Link profildədir və ya YouTube'da cinayət arxivi yazıb videonu izləyə bilərsiniz. Ehtiyatlı olun. Bu video hər kəs üçün deyil.